Salam uşaqlar, bugün nəhayət ki, tag questionları izah eləyəcəm. Tag question nə idi? Tag questionda demişdik ki, sual olan tərəf bu ana cümlənin, yəni baş cümlənin təzadı olacaq, əksinəsi olacaq. Yəni, burada təsdiq cümlədirsə, indi görürük ki, burada təsdiq deyil, nə və inkarlıq bildirir. Demək, biz bura təsdiq yazacağıq. Amma burada təsdiq olsaydı, bu tərəfə, yəni sual olan tərəfə inkar yazacaqdıq. Baxaq, görə nə və nədir inkarlıq bildirir, ona görə inkarları mən buradan siləcəm, qalacaq təsdiqlər. Fail var, fail olduğu üçün to be yaza bilmərəm. Qaldı burada iki variant, B və Y variantı. The police bilirik ki, həmişə cəmdə olur. Cəmdə olduğu üçün Z ilə əlbəttə ki, qaydarıq. Amma they do yox, do they olur bu hissədə. Niyə do oldu? Çünki nə və inkarlıq bildirdiyi üçün biz onun tərsinəsini, əksini, təsdiqini yazacağıq, do they-yə çevirəcəyik. Gələk bura. Burada polis deyil, polis məndir və təkdir. Ona görə he və she olar. She deyil, he qoyacağıq. Variant Z-ləri çıxacağıq. He qabaqda gələ bilməz, he sonda gəlməlidir. Has var, has təsdiqdədir deyə mən burada inkarla götürəcəm. Bəs niyə has qoya bilmərəm müəllimə? Ona görə ki, hasdən sonra bax bu hissədə biraz böyük götürərəm. Bu hissədə fiil yoxdursa, mən hazi haslə qaytara bilmərəm. Do doesla qayıdacam. Amma buradan sonra has got versə, has done versə, has nə bilim played versə, qaydalı olaraq keçmiş forması, bu zaman əlbəttə ki, haslə qaydaram. Gəldik bura. Books. Burada do-vidir. Do-vi olduğu üçün demək bu hissəyə mən inkar gətirməliyəm. Axı do təsdiqdədir, don't deyil. Don't olsaydı, inkarlıq olardı. Don't deyil, do'dur. Do'dursa mənə burada inkar hissəni verən yalnız nevədir. Gəldik bura. Demişdik ki, iki isim arasında apostrof s olarsa, demək ikinci ismə baxmaq lazımdır. İkinci isim birthday, cansız olduğu üçün it verərəm. She vermərəm. She vermərəm, itlərlə qaydaram. Gəldik bura. Isdirsə, əlbəttə ki, isn't olmalıdır bu hissə. Ona görə təsdiqi çıxdım, qaldı C və Y variantı. Demişdik ki, köməkçi əvvəl gəlməlidir, isn't it olmalıydı. Ona görə C variantı doğru gəldi. Gəlirik bura. I like chicken very much. I like fiildir. Fiil olduğu üçün do, did, doesla qaydaram. İndiki zaman olduğu üçün do. To be olmaz. Burada to be yoxdursa, baş cümlədə to be yoxdursa, heç vaxt to be-ni mən sual hissəsinə verə bilmərəm. Burada təsdiqdə olduğu üçün inkarla qayıtmalıyam bu hissədə. Don't I olmalıdır. Niyə I don't olmur? Çünki birinci sual feil olaq. Sual köməkçi feil qabaqda gəlməlidir. Gəldik bura. Is not. Ona görə bura is axtararam. Çünki bunun əksinəsi təsdiqlə gələr. İnkarları silərəm. Və burada to be var. To be varsa doesları silərəm. Çünki demişik ki, to be varsa burada to be axtararıq. Feil varsa do, does, did axtararıq. İndi to be. To be isə to be axtarıram və inkarını axtarıram, təsdiqdir. To ist, əksini təzadını axtarıram, təsdiqdir burada. Mənə burada inkarsa təsdiqləri axtarıram. Bayaqdan 100 dəfə təkrarladım. Burada inkardır. İnkarsa təsdiq axtarıram. Is it daha düzgün variantdır. Çünki it is sual forması deyil. Köməkçi öndə gəlməlidir. Olmalıdır. Is it. Niyə? Çünki burada isn't-dir, inkardır. Burada təsdiqlə, is-it-lə qayıdacam. Gəldik bura. I am nevə. Nevə zaten inkarlıqdır. Ona görə notları çıxaram. Birbaşa düzgün variant am I qaldı. Geri qayıtdım. Çünki nevə var orada. Nevə inkarlıq bildirir. Sual hissəsi təsdiqdə olmalıdır. She does her morning exercise in the park. Does-dırsa geriyə doesn't-la qayıtmalıyam. Təsdiq yox. Doesn't do verə bilmərəm. Doesn't she verə bilərəm. Do olmaz. Don't verə bilmərəm. Çünki she üçüncü şəxsin təki doesn't-la işlənməlidir. Gəldik bura. I am always in time. Təsdiqdədir. Ona görə bizə inkar lazımdır. Amma belə bir forma yoxdur. I am-la başlayan bütün təklər aren't I-la qaydar və salam.
və yaxud da am I not-la qayıdar. Am I not? Ya qısalmış formada, ya da açıq formada. Am I not? Gəldik bura. Running is good. Ona görə isdirsə, bura is not axtararam. Is not, is not, is not, is not. Yalnız buradadır. Is not it. Yəni, isn't it. Burada təsdiqdirsə, burada inkar axtarıram. Sualda onun inkar forması gəlməlidir. Candirsə, baxın, burada hansı feildirsə, cavabda da o feil olmalıdır. Ona görə do, don't, does bunları çıxaram. Burada modaldırsa, cavabda da modal olmalıdır. Amma təzadı, yəni inkarı. Candirsə, can't-lə qayıdaram. Oldu can't. They və salam. Can't they. Ona görə variant düz variant oldu. A. Gəldik bura. Never nədir? İnkardır. Düzdür? Demək, mən bura təsdiq istəyirəm. Feilimiz drinksdir. Yəni, əgər feilimiz drinkdirsə, feildə S varsa, does axtaracam. Düzdür? Does və burada inkar varsa, does verəcəm. Doesn't verə bilmərəm. My aunt. Mübtədam she'dir. Ona görə she'nin əvəzliyi ilə də qaydaram. She'ni əvəz eləyəcək, my aunt əvəz eləyəcək əvəzlik nədir? She. Onda bura gətirirəm. Doesn't. She. She nə oldu? Buradakı aunt'u əvəz elədi. Doesn't niyə verdim? Çünki burada, niyə doesn't verirəm ki? Doesn't olmaz. Çünki burada never var. Never var. Never buradakı notu siləcək. Oldu does she. Niyə? Niyə does she? Çünki burada never var. Never olsa mən onun təsdiqini əksini qoyacam da. Yəni, never'nin təsdiq forması olacaq does-la. Demişdik ki, sual isə buradakı baş cümlənin inkarı olacaq, təzadı olacaq, əksinəsi olacaq. Necə deyib? Sizin üçün asan da olsun. Gəldik bura. Help. Help nədir? Təsdiqdədir, feildir. Do, did, does axtararam. Burada helps yoxdursa, does verməyəcəm. Does verməyəcəm. Do və ya don't-a baxaram. İndi burada help təsdiqdədir, düzdür? Təsdiqdədirsə mənə inkarlar lazımdır. Ona görə buradakı təsdiqi silərəm. Gəldik bura. Please. Please nədir? Həmişə cəmdədir. Ona görə onun əvəzləyicisi Z ilə olacaq. Don't they. Niyə? Help axı təsdiqdədir. Onun təzadını verməliyəm, inkarını verməliyəm. Don't they olmalıdır. Mən niyə help don't-a keçdi? Çünki help feildir. Əgər feil varsa, do, did, does axtaracam. Gəlirəm bura. Buradakı feil nədir? To be-dir. Ona görə does-ı silərəm. Feil varsa do, did, does. To be varsa to be ilə qaydaram. To be təsdiqdədir. Burada inkarla qayıtmalıyam. Ona görə təsdiqləri silərəm. İndi baxaq. İzdirsə arla niyə qaydım ki? Cəmlə niyə qaydım? Deyərsiniz, mənim axı burada cəm var. Xeyr. Drought dama oyunudur. Dama oyun adları demişdik ki, sonunda S olsa da həmişə təkdədir. Ona görə isn't it. Gəldik bura. Stewardess qadın cinsindədir. Ona görə she ilə geri qaydaram. Demişdik ki, ingilisində S və NS. Üzr istəyirəm. S və res. Qadın cinsi şəkilçisidir. Ona görə də she ilə qaydarıq. Gəldik bura. Can var. Baxın, təkcə help olsaydı, do, did, does-la qaydarıq. Amma modal gördüksə, modalla da qayıtmaq lazımdır. Can təsdiqdədir. Can't she ilə də ona sual verirəm. Çünki demişdik ki, buradakı nə feildirsə mütləq onu işlətməliyik, lakin inkar təzad formasını. Siz necə fikirləşin? Bu vergülü bat kimi fikirləşin. Deməmişdik ki, batın bir tərəfi müsbət, mənfidirsə bir tərəfi müsbət və yaxud da burada müsbətsə burada mənfi olacaq. Bat kimi fikirləşin. Gəldik bura. Is var. Ona görə does-ı çıxaram, are-ı çıxaram. Is-lə də cavab verməliyəm. Təsdiqdirsə, mənə inkar lazımdır. Ona görə isn't it. Niyə it? Spaceship cansız olduğu üçün onu it-lə əvəz edirik. Gəldik bura. Is var. Əlbəttə ki,
Is varsa isn't axtarıram, does'ları çıxaram, isn't axtarıram. Birbaşa cavab gəldi. Neist isə qardaş qızı, bacı qızıdır. Ona görə onu she ilə əvəz edirik. It is var. It is təsdiqdədirsə, onu geriyə isn't it-lə qaytararıq. Some people cəmdədir. Zaten biz bunu z ilə əvəz eləyəcəyik. Right feili burada təsdiqdədir. Ona görə don't-la qayıdacağam. İnkarla. Don't people yox, don't they olmalıdır. Çünki burada sual olan tək hissəsi bunun əvəzliyi olmalıdır uşaqlar. Yəni mübtədanı əvəz etməlidir. Əvəzliklə yazılmalıdır. Drinks oldu, feil var, feildə s var, does-la qayıdaram. Does-la qayıdaram. Təsdiqdədir. Təsdiqdədirsə mən inkar axtarıram. Aren't she olduğu üçün doesn't she. Çünki aren't xala bibi deməkdir, onu she ilə əvəz edə bilərəm. You can see. Can gördük, vəssalam. Can axtararıq. Don't-u silərik. Can axtarıram. Can see olacaq. Can't you. Geri qaytarıram. Can't you. Oldu mu? Gəldik bura. Deməli, I am never. Demişdik ki, I am-la başlayırsa, həmişə aren't I və yaxud da I am not-la cavab qaytaracağam. Aren't I. Yadınızda saxlayın. Belə bir struktur yoxdur. Sonra my uncle has. Hasdirsə uşaqlar, baxın hasdən sonra burada nə gəlib? İsim gəlib. Demək do does-la qayıdacağam. Feildə s varsa does-la qayıdaram. Has-la qayıda bilmərəm. Niyə? Has-la qayıtsaydım burada feilin ya üçüncü forması ya id'si gələrdi. Gəlməyib. Does-la qayıdacağam. Axtarıram does-ı. Uncle, my uncle-la qayıda bilmərəm. Niyə? Çünki burada tək hissədə uncle-ın əvəzləyicisi ilə qayıda bilərəm. Uncle-ı nə əvəz edər? He. Ona görə olacaq doesn't. Has təsdiqdədir, doesn't da inkardadır. Doesn't he. Gəldik bura. No inkarlıq bildirdiyi üçün onun təqi təsdiqdə olacaq. Is varsa is-lə də qayıdaram. Çünki isn't verə bilmirəm. Niyə? Çünki baş cümlədə burada inkarlıq var. Ona görə is there verəcəm. Vəssalam. There is no ice in the fridge. Is there? Gəlirik bura. Yenə there is no is there ilə qayıdarıq. No orada artıq inkarlıq bildirdiyi üçün biz tək hissədə inkarda yaza bilmərik. Buranı izah elədim. Gəldik. Never varsa yenə həmin şeydir. No kimi bir şeydir. O da inkarlıq bildirir. Is varsa yenə isn't he ilə qayıdacağam. Oy, niyə isn't he ilə qayıdacağam? Is he ilə qayıdacağam. Axı burada no var. Is he B variantı. Gəldik bura. Never var yenə. Never nədir? İnkarlıqdır. I am olacaq. Yenə də am I. Çünki birinci köməkçi gəlir, sonra mübtəda gəlir. Am I. Çünki never burada inkarlıqdır. Sonra yenə never var. Never varsa buranı təsdiqdə verəcəm. Drinks varsa, feildə s gördüksə does axtararıq. Pozduq bunları. Does axtarırıq. My friend, baş cümlədə baxın, mübtədə my friend isə burada onun əvəzliyi gəlməli idi. He və ya she gəlməli idi. Sonra never varsa inkarları silərəm, notdan işlədə bilmərəm. Yenə my friend-i he ilə əvəz etməli idim. Qaldı C variantı. Sonra gəldik bura. There isn't olduğu üçün isn't nədir? İnkardır. Ona görə bu tərəfdə təsdiq istəyəcəm. Axtaraq təsdiqlər hansılardır? Is there. Is there və salam. Burada baxırıq. Swine. Uşaqlar, swine sheep kimi, fish kimi, deer kimi, deer kimi elə bir isimdir ki, bu isimlər qarşısında ya e olmalıdır, ya zis olmalıdır, ya zət olmalıdır ki, tək olduğu bilinsin. Boşdursa və yaxud da ki, too, many və yaxud da zera varsa, bu zaman cəmdədir. Burada boşdur, demək cəmdir. Həz verə bilmərəm, çünki feil isimdən fərqli olaraq, s-sı varsa feil təklənir, amma isimdə s varsa o cəmdir. Gəldik have. Have got var. Demişdik ki, have o zaman have-lə qaydar ki, burada
Fiil gəlir, gəlib. Amma have-dirsə burada have inkarda olmalıydı axı. Gəlməyib ki inkarda. İkisi də təsdiqdir, ona görə səhvdir. Düzgün variant A. Swine have short legs. Donuzların balaca qısa ayaqları var. Don't say. Have-dan sonra isim gəlib, sifətli isim gəlib burada. İsim var. Legs, görürsünüz, ismi birləşmədi. Ona görə have it, do, don't-la qaytararam. Gəldim bura. Demək, uşaqlar, burada of var. Görürsünüz? The color of her trousers is grey. Demək, demişdik ki, iki isim arasında söz önü varsa, demək birinci ismə baxarıq. Düzdür? Birinci isim cansızdır və onu əvəz edə bilərəm itlə. Əlbəttə, hörlə yox. Hörlə yox. Burada da bunun sırası düz gəlməyib. Isn't qabaqda gəlməli idi, sonra mübtəda gəlməli idi. Ona görə C variantı doğrudur. Gəlirəm bura. Has no. No varsa burada notu verə bilmərəm. Səhvdir. Hasn't got. Demişdin ki, has'dan sonra fiil gələrsə, do, does'la yox, have, has'la gələrdi. Ona görə doesn't, has ümumiyyətlə belə qayda yoxdur uşaqlar. Demişdik ki, do, does varsa burada birinci forma have olmalıydı. Hasn't got a sister. Has, uşaqlar, hasn't got a sister, has olmalıydı. Got'u burada yazmaq olmaz. Gəldi. She has no sister. Has'dan sonra fiil gəlməyib və təsdiqdədir. Fiil gəlmədiyi üçün does-la gətirirəm bunun təqini. Does she. Niyə təsdiqdə oldu? Çünki no burada inkarlığı bildirir. Gəldik bura. Cattle. Cattle bilirsiniz ki, həmişə cəmdə olan isimlərdəndir. Cattle give us some milk. Malqara bizə biraz süd verir. Give varsa burada do yox, don't-la verməliyim. Axı, bura təsdiqdədir. Ona görə düzgün cavab cattle give us milk, don't say olmalıdır. Gəldik bura. Never varsa burada inkar verə bilmərəm. Never varsa inkar verə bilmərəm. Never is yox, is never olmalıdır. Çünki frequent adverbs, yəni tezlik bildirən zərflər köməkçidən sonra işlənər. He is never angry olmalıdır. Bax, buradakı kimi. He is never angry, is he. Gördük, burada təsdiqdir, burada da təsdiqdir. Niyə müəllim? Çünki burada never var. Never zaten bu baş cümlənin inkarda olduğunu göstərir. Düzgün cavab burada D'dir. Burada da is he olmalıydı. Köməkçi qabağa keçir. Gəl bura. There and ox. Biz demişdik ki, zeri zera. Baxın, zeyə, hiyə və veyə sözləri birinci ismə görə uzlaşır. Fərq etməz, burada 100 dənə isim olur olsun. Ətdən qabaq nə var? Birinci ismim təkdədir. Ona görə there is. There is, there is. İndi, there is-dirsə burada isn't there ilə qayıtmalıyam. Və yaxud da there isn't-dirsə is there ilə qayıtmalıyam. Görürəm ki, burada ar verə bilmərəm. Burada is, ikisi də təsdiqdə də olmaz. There ilə mübtədə zeyədirsə, cavabda da zeyəni soruşmalıyıq. Ona görə cavab C variantı düz gəlir. There isn't an ox and 20 sheep in the stable now, is there? Orada yoxdur, var mı? Gəldik bura. Interesting program. İsmim nədir? Programdır. Sayılan tək isim olduğu üçün an qoyaram. No da deyə bilərəm, an qoyaram, no da deyə bilərəm. No ilə an verə bilmərəm. Niyə? Çünki uşaqlar no təyin edicidir. Təyin edici olduğu üçün özündən sonra heç bir təyin edici almaz. En almaz, z almaz, nə bilim eni almaz, of almaz və s. və s. No yalnız nə alar? İstənilən isim alar. İstənilən isim. Bir də azə sözünü ala bilər. Vəssalam, başqa heç nə ala bilməz. İstənilən isim deyəndə nəyi nəzərdə tuturam? Sayılan, sayılmayan, tək, cəm, hamısını. Gəldik bura. Bu isə təsdiqdirsə, sual hissəsi inkar olmalıdır. There is an interesting program. Is there. İkisi də təsdiq olduğu üçün yanlışdır. There is no interesting program. Is there. Düzdür. There is no. Is it. There is no. Is it yox. There ilə verə bilərdim. There is an interesting. Yenə Z ilə veribsə, təqdə də Z ilə qayıtmalıyım. Ona görə düzgün cavab B'dir. Gəldik bura.
There is no time for it. No varsa is there olmalıydı. Z varsa Z ilə də qayıdıram uşaqlar. Yadınızda saxlayın. No time for it. No varsa niye burada not verib? Zaten burada inkar var. There is not any time for it. Is there ola bilər. No ilə any verə bilmərəm. There is no time. Is there olmalıydı. Köməkçi qabağa keçməliydi. Qaldı C variantı. My nieces are fond of sweets. Are varsa aren't-la qayıda bilərəm, amma aren't they olmalı. Çünki köməkçi birinci gəl, sonra mübtəda gəlməlidir. Are fond of sweets, aren't they doğrudur. Are fond of sweets, are varsa is-la qayıda bilmərəm. To be varsa do does-la qayıda bilmərəm. To be varsa təsdiqdədirsə are they do belə bir şey ümumiyyətlə ola bilməz. Gəldik bura. There is a bad question. This is a bad question. Isn't. Birincisi isn't it olmalıydı. İşarə əvəzlikləri itlə qayıdır. This-lə zəti verə bilmərəm təklərində. Birincisi. İkincisi də ki, isdirsə is yox, isn't-lə cavab verməliyəm. This is no, a bad question. No-dan sonra verə bilmərəm. This is a bad question, isn't it? Doğrudur. This is a bad question, isn't it olmalıydı. This is a bad question, isn't this yox, isn't it. İşarə əvəzlikləri geri dönərkən şəxs əvəzliyinə keçir. Uşaqlar, yadınızda saxlayın. Gəldik bura. Are you afraid of bad people? Birincisi, uşaqlar, təqlərdə sual forması olmamalıdır. Təsdiqdə olmalıdır. Yəni, köməkçi önə keçə bilməz. You are afraid of bad people. Aren't olmalıdır. Çünki bura təsdiqdir. My brother's glasses are new. Aren't. Söhbət nədən gedir? Demişdik ki, iki isim arasında yəlik varsa, ikinci ismə baxaram. İkinci isim cəmdədir, hə? Burada da cəm olmalıydı. My brother's glasses are new. Aren't. They yox, they olmalıdır. This is a very bad mistake. Isn't it? Gördünüz? İşarə əvəzliyi şəxs əvəzliyinə keçdi. Variant doğrudur. Təsdiqdir. İnkara keçib doğrudur. Mistake cansızdır və onu cansız şəxs əvəzliyi ilə də göstərdik. Gəldik bura. Tag question axtarırıq yenə. He can play. Baxın uşaqlar. Modaldırsa burada da modal olmalıdır. Amma can he olmalıydı. He can play the piano. Uşaqlar, playdən sonra musiqi aləti gələrsə, mütləq orada the artiklı gəlməlidir. Can he verə bilmərəm, çünki təqlərin özünün baş cümləsi təsdiqdə olmalıdır. He can play the piano, can't he doğru variantdır. Çünki modalı burada modalla əvəz etmişik, təsdiqdirsə inkarla vermişik və əvəzliyimiz də doğrudur. He can't play the piano, does verə bilmərik. Niyə? Bura modaldırsa, burada da modal olmalıdır. Və hansı modaldırsa, eyni modalla da qayıtmalıyıq. Bir dənə have to modalından başqa, have to-nun təqində do, does işlədirik. I am ready for the test. I am-dırsa, aren't I olmalıydı. I am ready for the test, aren't I doğrudur. I always am olmaz, çünki dedik ki, frequent əvəzlikləri tezlik bildirən usually, qoy yazaq bir-bir, seldom, never, always. Baxın, bunlar tezlik bildirən və s. tezlik bildirən zərflər to be-dən sonra yazılmalıdır. I am always olmalıydı. I am never ready for the test. Burada never varsa inkar olmaz. I am not never, həm not, həm never belə bir şey mümkün deyil. I don't often travel by car, do I? I often don't travel. İndi baxaq uşaqlar, köməkçi feilə baxaq. Demişdik ki, bu tezlik bildirənlər köməkçidən sonra əsasdan əvvəl yazılar. Don't often yazılmalıydı. Bu gəlməliydi don't often-a bura. Çünki tezlik bildirən adverbs of frequency deyirlər. Ona tezlik bildirən zərflər köməkçidən sonra əsas feildən əvvəl yazılar. Yəni, burada olur tezliklər. Burada ams are, am, is, are, do, does,
köməkçilər və burada əsas feillər yazılır. I am not often travel deyə bilmirəm. Travel feil olduğu üçün to be ilə verə bilmərəm. I often travel by car. Don't I olmalıydı, çünki bura təsdiqdir. Do ilə də tag question başlaya bilməz. Çünki tag question baş cümləsi təsdiqdə olmalıdır, bayaq dediyim kimi. The shorts are very dirty, aren't they? Doğrudur. Çünki tag mübtədanı tag edir əvəz. Nədir? Shorts cəmcədirsə, burada da cəm olmalıdır. Bura təsdiqdirsə, burada inkar olmalıdır. Bu hansı feildirsə, bu da o feil olmalıdır. Düzgün variant elə 44-də A-dır. Shorts cəmdə iz verə bilmərəm. Shorts are-dır. Aren't they olmalıdır. Yeri dəyişməlidir. Shorts aren't dirty. Are they olmalıdır. Z ilə verə bilmərəm. The shorts are very dirty. Aren't they olmalıydı. Z-yə olmaz. Gəldik bura. I am do deyə bir şey yoxdur. Çünki I do olmalıdır. Feillərin qabağında to be gəlməz. Sadə feillərin qabağında to be gəlmir. Do ilə tək başlamır. I do everything alone. Don't I doğrudur. Bura do. Bura don't. Eyni feildir. Sadəcə inkarı. Buranın əvəzliyi aynandı, elə əvəzliklə əvəzlik əvəz olunub, doğrudur. Do ilə sual başlamaz və köməkçilər, baxın, alwayslər, always, usually, seldom, never, köməkçidən sonra gəlir. Gəldik bura. Aydan has a brother. Hasn't she? Baxın, bu feil bura eynisi ilə gəlməliydi. Çıxdıq. Aydan's mother has a car. Burada does she yox, doesn't olmalıydı. Niyə? Çünki bura təsdiqdədir, doesn't-la qayıdır. Niyə has-la qayıtmır? Çünki burada isim var. Has got a baby, hasn't she? Doğrudur. Niyə has-la qayıtdıq, uşaqlar? Has-la o zaman has verərəm ki, özündən sonra feilin 3-cü forması, get, got forması və yaxud da ki, idili feil gələrsə. Ona görə C variant doğrudur. Doesn't have a car, doesn't have, has. Aydan's father doesn't have a car, has he? Aydanın, atasının maşını yoxdur, varmı? Qoy görün burada. Aydan's sister has got a baby, hasn't she? Doğrudur. Aydan's father doesn't have. Okay. Doesn't have burada does'la da qayıtmalıyam da uşaqlar. Does olmalıydı. Çünki does varsa does'la da qayıdacam. Gəldik bura. Aydan hasn't got lesson today. Has'dan sonra feil verib. Has she olmalıydı. Has she. Gəldik bura. We never swim in the sea in winter. Neverdirsə don't yox, do olmalıydı. Has no fish. No varsa notu silərəm. Comes, doesn't ola bilər. Nephew is late for school. Nephew is late desə isn't olmalıydı. Ty's brother has a lot of friends. Doesn't he? Qardaşının deyir çoxlu dostları var. Has a lot of friends. Doesn't he doğrudur. Gəl bax, Michael comes home very late. Doesn't she verə bilmərəm. Baxın, əvəzlik uncle-ı əvəz edər. She deyil, he olmalıdır. Düzgün variant Y. Gəldik bura. Never varsa, he never knows my ideas. Does he? Doğrudur. Çünki never feilimi burada təsdiqdə istəyir və demişdik feildə s olarsa does verərik. Gəldik bura. He is never knowing. No, elə bir feildir ki, heç vaxt davam edici zamanda işlənmir. Bir. İkincisi, no feildirsə to be niyə verirəm ki burada? He is never know verə bilmərəm. Yenə deyirəm ki, feil var. Sadə feillə to be verə bilmərəm. Sadəcə he never knows olmalıydı. He never knows my ideas. Never varsa does olmalıydı. My nephew never knows my ideas. Does my nephew yox. Onu əvəz edən əvəzlik verilməliydi. Those are relatives over there, aren't they? Onlar deyir ki, bizim qohumlarımız da orada. Aha, deməli, those are relatives over there, aren't they?
Onlar deyir, bizim demişdik ki, işarə əvəzliklərini şəxs əvəzliklərinə əvəz edərik. Çünki qohumlar burada nədir? Cəmdədir. Düzdür? Are-dırsa are-dan qayıdacaq. Those are, those işarə əvəzliyi Z ilə yox. These are our, o və Z sözü orada demək olduğu üçün this ilə yox, those ilə qayıtmalıydı. Yəni deyilməliydi. They are our relatives. Z-dirsə, those ilə cavab verə bilmərəm. Gəldik. This is an interesting news. News sayılmırsa, qabağında mən article verə bilmərəm. Düzgün cavab A olacaq burada. Gəldik sonuncuya. Burada doesn't he var. Demək mənə burada kişi cinsi lazımdır. Amma demişdik, iki isim arasında yəlik varsa ikinci ismə baxaram. Niece qadındırsa, mən he ilə cavab verə bilmərəm. Friend, cousin, həm qadın ola bilər, həm kişi, bu düzdür. Sister, friend, doğrudur. Doesn't sual verə bilmərəm. Jane's nephew has a pet. İndi gəldik, şəxsləri tapdıq. Yəni, cousin'ı verə bilərəm, friend'i verə bilərəm və nephew'ni verə bilərəm. B, C və Y variantı. Burada doesn't-la veribsə, mənə burada təsdiqlər lazımdır və ona uyğun cavab lazımdır. No varsa, mən notu verə bilmərəm. Demək, bu variant çıxdı. Qaldıq burada bu və bu. Has-dən sonra feil gələrsə, təqi has-lə verərdim. Amma demək, bu does-la veribsə, has-dən sonra isim və ya ismin birləşməsi gəlib. Y variantı doğru variant oldu.